Salam əziz dostlar, xoş gördük. Umarım halınız yaxşıdır. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 21-ci dərsini başlayıram. Birinci bölümdə teori ilə danışacağıq və teoride yazdığım kimi propaganda və reklam haqqında danışacağıq. Amma əsli bəhsimiz yadınızda olsa, inkişaf ya توسعه tapmış məmləkətlər və توسعه tapmamış məmləkətlər haqqında olacaq. Əlbəttə, istəmirik iqtisadi ya siyasi məsələyə baxaq, bəlkə jurnalist baxımından baxacağıq ki, jurnalistlər bu iki ya neçə cürə məmləkətlərdə nə cür jurnalistlik eləyirlər və nə cür eləməlidirlər. Propaganda və reklam mətrəh olanda gerək bunu ayıra bilək. Propaganda təbliğat siyasidir ki, dövlət milləti hədəf tutubdur, görsəsin ki, mən yaxçıyam, mən yaxçı xidmət edirəm, məndən yaxçı xidmət edən yoxdur, qabaqda hamı xiyanət edir, mən təkcə göydən düşmüşəm, xalis, müxlis sizə xidmət edirəm.
hər bir iğnəni yerindən tərpətsə onu bir böyük iş göstərir. Propaganda bundan ibarətdir. Yəni dövlət çalışır və dövlət adamları, dövlət təşkilatları çalışır. Hər bir kiçik bir şeyi çox böyük bir şey göstərsinlər. Elə ki, yəni biz çox böyük zəhmətlər çəkirik, işləyirik. Əslən bizdən qabaqçılar işləyənməyiblər, biz də işləyirik. Tosəyə tapmış məmləkətlərdə əvvələn dövlət bu işlərin məsulü deyil. Yəni getməz məsələn bir yerdə bir filan kiçik bir şey düzəlsin. Dövlətin böyük işləri vardı. Onu da təbliğat eləməz. Onu da sərmayəsini qoyar, büdcəsini yazdırar. İşi başlar, qutarar. Məsələn bir otoban çəkəcəkdir. Maşınlar gedərlər, onun içində gedər. Onu dəqiqə başı deməz, buna bir belə asfalt dörtdük, bir belə yer qazdıq, bir belə. Yəni İran dövləti məsələn o dövlətlərdəndir ki, propaganda edir. Külük vurduq. Yəni adam bu gün gedib külük vurub, məlum deyil, bunu külük vurub nə olacaq bura? Məsələn, Azərbaycanın bəzi yerlərində 25 ildir, 30 ildir külük vurublar bimaristan düzəldilər. Külük vurublar qatar yolu çəkilər, dəmir yolu çəkilər, külük vurublar otoban çəkilər, külük vurublar park düzəldilər, külük vurublar bir karxana düzəldilər. Hala 25 il, 30 il, 40 il üstündən keçir, hələ orada heç zat yoxdur. Amma hər dövlət hər vaxt Azərbaycana gedib orada bir külük vurub. Ya məsələn görürsünüz ki, istəyirlər indi Dəhi, Zəcri, İnqilab İslamidir, istəyirlər şey eləsinlər. İstəyirlər məsələn desinlər ki, iş işləmişik, zəhmət çəkmişik, mən yaxşı müdirəm, ləyaqətliyəm, işim var, təxəssüsüm var, bilirəm, büdcəni işlətmişəm. Ağa, burada yol çəkəcəkdik, yolda bir belə ton torpaq götürmüşük, bir belə ton saat. Burada iş işləmişik, bir belə torpaq qazmışıq, bir beləsini daşımışıq, bura qum. Əslən yol düzəltməyin işi budur. Bunlara ehtiyacı yoxdur deyəsən ki. O zaman deyəcəksən ki, işin qutarıb, deyirsən, mən bir dənə yol başladım, bu zaman başladı, bu zaman qutardı, bu zaman içində bir belə büdcə xərclədim, qutardı. Dedim, məsələn, inkişaf tapmış dövlətlərdə bunları deməzlər. Çünki dövlətin ehtiyacı yoxdur. Hə, dövlət gələr birdən deyək ki, bu illər bir belə iş yaratdıq. Onda dövlət özü deyə bilməz. Onda müstəqil nəhadlar, təşkilatlar var dövlətdən qıraqda. Dövlət onlara söz deyə bilməz, dəstur verə bilməz. Məsələn, bank biridir, banki mərkəzi. Dövlət banki mərkəziyə dəstur verə bilməz. Sən pul çap elə, mənfəəti, məsələn, bankların mənfəətini apar yuxarıya, gətir aşağıya. Bunları dəstur verə bilməz. Ya pulu yığ, nuzulu çoxalt, nuzulu azalt. Bunları çox deyə bilməz. Birinə vam ver, birinə vermə. Çünki bank özü müstəqildir. Amar mərkəzi müstəqildir. Dövlət ora deyə bilməz ki, sən tut, bir amar tut ya tutma. Bu amarda nələri mühasibə elə, nələri mühasibə eləmə. Nələri axtar tap, nələri axtar tapma. Bu amar idarəsi özü dövlətdən ayrı bir təşkilatdır, amma büdcə alar. Dövlətdən büdcə alar, amma dövlətin sözünə baxmaz. Biri bazirəsi təşkilatlarıdır. Dövlətdən büdcə alar, amma dövlətin sözünə baxmaz. Amma o məmləkətləri ki, tosəə halındadır, ya dalıya qalıblar, ya dalıya saxlandırıblar, dırılıblar. Bu üç mərhələdə dövlət bu müstəqil təşkilatları yaradar, müstəqil adına, amma idarə elər. Yəni, rəis cümhur ya vəzirdir ki, dəstur verir, siz amarı belə eləyin. Bunun üçün İranda, 3-cü dünyada amar yoxdur. Doğru amar yoxdur. İstatistika yoxdur.
Bu bir dənə problemdir da. Yəni üçüncü dünyada heç vaxt doğru amar olmaz. Amarları dövlət nə cür istərsə o cür əl apararlar. Dövlət istəyir deyək ki, bu günləri bekarçılıq azdır. Normalda baxarsınız, görərsiniz, məsələn, İranın mərkəzində, yəni Fars əyalətlərində sərmayə oradadır, turizm oradadır, iş oradadır. Ora mühacir qəbul edən yerdir. Yəni hər yerdən, İranın hər yerindən köçürlər, gedirlər, orada işləyərlər. Köçərilərin məqsədidir İran içində. Amma oranın işsizliği yuxarıdır, calibdir. Belə xaricə deyəndə, yəni əgər bir ustan, ayrı ustanlardan işçi qəbul edir, insanlar gedirlər orada işləyirlər. Yəni bu xarici ustandan, qıraqdan niro alır. Bəs bu mühacir qəbul edir. Yəni iş bazarı var ki, mühacir qəbul edir. O yerdəki göndərir, yəni orada iş yoxdur ki, mühacir göndərir. Amma bunu bizə deməzlər. Yəni bu iki dənə məfhumu bizə düşündürməzlər. Yəni dövlət özü düşünər ha, amma istər milləti toğlasın. O tərəfdən mühacir qəbul edən yer deyir, mənim amarım yuxarıdır. Mənə pul ver, iş yarat, filan elə, bəhman elə. Bu o şeydir. O müşküldür ki, üçüncü dünyada vardır. Bunlara deyirlər propaganda. Dövlət çalışır, hətta biri, məsələn, gəlir, heç iş görmür, çox dəbdəbə ilə, kəbşəbə ilə mədrəsələri tətil edirlər, danışqahı tətil edirlər, ərteşə deyirlər, orduya deyirlər, nə bilim, sipaha deyirlər, bəsicə deyirlər, idarələrə deyirlər, əncümən İslamilərə deyirlər, filanlar, adamlarınızı gətirin, rəis cumhur, ya vəzir, ya rəisi idarə gələcək. Bəli, tam taraqla gedirlər, vur, sındır, çal, çağır, filan, bəhman, milyardılar tümən. Pul xərclənir, ağa gələcək burada bir külük vura gedər. Azərbaycanda bəzi projelər vardı ki, deməyək 8 dənə, amma Haşimi Rəfsəncanın külük vurub hələ qalır. Xatəmi külük vurub hələ qalır. Əhmədi Necət külük vurub hələ qalır. Qazmanı bu adamdakı nədir? Qırmızı saqqallı Ruhani. O da vurubdur. Hələ yenə bu təkmil, əsən təkmil olmayıb, heç o hərəkət eləməyib yerinə. Buna deyərlər propaganda. Propaganda bu olar ki, 2018-i deyərlər Təbriz ili İslami məmləkətlər içində, müsəlman məmləkətlər içində Təbriz 2018 illik ili. Baxın, Azərbaycanda bir gözəl bir şey vardı. Hər adam ömründə bir dəfə bəy olar. Ya xan olar. O da o gündür ki, evlənir. Evlənən günü bu adam bəy olar, xan olar və əmir verər, əmri də keçərli olar. Qədim belə idi, toylarda belə idi. Bu da bir, əlbəttə oyunudur, amma bir günlük ya bir gecəlik idi və ondan sonra qutarardı. Yəni adam gəlir qeydərdi yerinə. İndi də bu şeydə Azərbaycanda müsəlmanlarda bir dənə bir qayda yaranıb ki, hər bir şəhər ya bir əyalət ya bir millət ömründə bir dəfə müsəlman məmləkətlərin paytaxtı ola bilir. Gətiriblər 2018-ə Şərqi Azərbaycanda Təbrizi müsəlman məmləkətlərin turist paytaxtı elan ediblər. Yəni qərardır ki, müsəlman məmləkətlərdə o qədər təbliğat eləyirlər. Təbriz orada hamı görə gələ Azərbaycanı dolana. Azərbaycanda pul xərclənirlər, Azərbaycanın müsəlmanlıqlığın, təmizliğin, rifahın, əmniyyətin görürlər. Sərmayədarlar da bunları görəndən sonra gətirib burada pul qoyarlar. Müsəlman məmləkətlərində 50 neçə müsəlman məmləkət var, onlarda. Propaganda buna deyirlər. Bu təbliğatı eləyiblər, Təbriz, 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 Təbriz. 2 ildir bu təbliğatı eləyirlər. 2018-də Təbrizdə elə olacaq, Azərbaycanda belə olacaq, Qəzvində, Həmədanda, nə bilim, Zəncanda, Qərbi Azərbaycanda, Şərqi Azərbaycanda, Ərdəbildə vuracaq, sındıracaq, iqtisad dəyişəcək, bekarçılıq aradan gedəcək, dünyaya tanıtdıracaq, hər yerdən adam gətirəcək. Dünənləri görmüşük ki,
Təbriz Muzesinin üstdə bir təbəqəsi var. Pillələrdən gedirsən üstə, ora birinci təbəqə, biri alt təbəqəsi var. Alt təbəqəyə, alt katın içində bir mücəssəmələr var idi. Əhəd Hüseyni adında bir heykəltəraş çox mənalı, anlamlı mücəssəmələr düzəltmişdi orada. Təbrizin demək olar ki, heç olmasa inqilabdan bu üzə bir hüviyyəti, muzə hüviyyəti, hünər hüviyyəti, heykəltəraşlıq hüviyyəti hesab olur. Dünənləri gördünüz ki, onları dəstgah götürüblər, düşüblər canlarına, cıqqılı-cıqqılı kəsiblər, yığıblar ambara. Bəlli deyil sonra nə olacaq. Bəlkə ambarda qalacaq, bəlkə də atacaqlar eşiyə. Çünki çətini olar oradan qopundan sonra. Ondan sonra bunlar bir də yerinə qeytməz. Rəis Muzeyi Təbriz deyib ki, ağa, vəzir, rəis cumhurun müşaviri əmir veribdi ki, bu mücəssəmələri sındırın, götürün, yerinə Muzeyi Milli İrandan şey gətirəcək qoyaq, Pan-Fars ismi və Pan-İran ismi orada təbliğ eləyəcək. Millət gəlsin, Təbrizdən bir şey görməsin bir əsər. Təbrizə gələnə görsünlər Şirazda nə var, İsfahanda nə var, Yazda nə var, Kaşanda nə var. Buna deyirlər propaganda. Propaganda yəni bu. Dövlət özü üçün, öz mənafi üçün bir iş görür, millət üçün yox. Mənafi nədir? Millət desin, mən bir iş görürəm, məni qəbul eləsinlər, yaxşı tanısınlar. Bu, bunun dövlətin işidir. Əslində, propaganda bunun üçündür ki, dövlət işləmir, amma pulları xərcləyir. İstir bu işləmədiyi zamanda desin iş görmüşəm. Bunun üçün hayküy salır. Radiolara, televizyonlara, ruznamələrə, həftənamələrə pul verir. O pullar iş yerə xərcləyir, projelərə, bunlara qoyur, xərcləyir. Diqqət buyurun. Məsələn, görürsünüz ki, Türkiyə geçən 10 neçə ildə İstanbulda 2-ci və 3-cü fırudgahını düzəldir, hava alanını düzəldir, ya hava limanını düzəldir. Bir dənə fırudgah düzəldir ki, hər ilin əvvəlindən sonuna qədər 300 milyona qədər adam orada otursun, dursun. Yəni, eyni zamanda ən azı 10 dana təyyarə otura biləcəkdir. 10 dana da qalxa biləcəkdir. Amma ona hərdən bir təbliğat edirlər, demirəm eləmirlər. Amma deyir ki, məsələn, xəbərnigarlar gedirlər, deyirlər, bu, məsələn, bu iş, bu təyyarə meydanı %70 tikilibdir. Filan yerləri tikilib, filan yerləri tikilməyibdir, filan yerləri filan vəziyyətdədir, filan zamanında işə düşəcək. Yəni, əməldə göstərirlər. Bunun adına deyirlər, bu qisməti içində deyirəm, bunun adı nedir? Ruznamenigari farsça. Ruznamenigari در حال توسعه. Bu ruznamenigari Hindistandan başlanıbdır. Deyiblər, dövlət hər nəyi qol verir ki, mən bu işi görəcəyəm, külük vurur, o xəbərdəyi onu xəbər eləməyir. Bəlkə o projelerin üstündə işləyin, gedin görün, dövlət söz vermişdi, nə qədər işləyibdir, onu işləyin. Yəni, bir dana proje başlanandan onu xəbərnigarlar gərək gözlərinin altına tutalar, tez-tez gedələr, görələr, onun mərhələlərindən, düzəlmək mərhələlərindən neçə faiz bundan işlənibdir, hangi mərhələlər işlənibdir, nə qədər büdcə qoyulub buracan, küllü büdcədən nə qədər gedibdir. Zamanı ki, o proje işlənəcək içində 3 ildir, 2 ildir, 5 ildir, o proje o zamanda gedir, qabağa getmir. Nə qədər dalıya qalacaq. Çünki hər projenin pulu tərif olur. Zaman içində. Çünki əgər o zaman içində qutarmasa buna şey gələr, təvərrüm gələr və bu təvərrüm bahis olar ki, o proje neçə qat çox pula ehtiyac olsun. Və bu pul nəhayətdə millətin cibindən çıxacaq. Görürsünüz ki, Türkiyə dövləti, məsələn, misal vururam, deyir ki, körpünü başlayırıq, suyun altı ilə 2 qatlı körpü vuracaq. Nə bilim, 4 layını olsun, 2 layını geçsin, 2 layını gəlsin. Amma bunu vuracaq 1 il yarım içində, ya 1 il içində. Ya göydən körpü vuracaq, dünyanın ən, məsələn, neçinci uzun körpüsü. Amma bunu da bu zamanda vuracaq, bu pulla vuracaq, qutaracaq.
Mən baxırdım bir dənə körpü düzəldib 800 milyon lirə. Hududən 600 metr boyudur. Suyun altında. 600 metr boyunda bir dənə körpü vurdular suyun altında. Bir il yarıma. 2 xətt gedir, 2 xətt gəlir, 2 şərit gedir, 2 şərit gəlir maşınlar. Bir il yarıma bunu vurublar. 800 milyon lirə. Hər bir lirə hududən 1100 tümən hesablayın. Görün nə qədər pul elər. İndi həman projəni qoyun İrana görün neçə milyardır. Neçə min milyarda heç söz getmir qabağa. Buna deyirlər propaganda. İranda propaganda olur. Türkiye'də ruznaməni... Niyə? Türkiye baxın, əvvələn 3-cü dünyadan çıxıb gedib 1-ci dünyaya. Dedik ki, ən çox yuxarı ehtimalla Türkiye inkişaf halında olan məmləkətlərdəndir. Bununla belə ki, dünyanın G20, 20 dana qudrətli iqtisadı olan dövlətin içindədir. Amma yenə də özü bir çox sənəti montaj elədiyi üçün öz mütəxəssisləri ilə biz hələ 2-ci dünyadayıq. Amma çalışırlar ki, özlərin 1-ci dünyaya yetirsinlər istehsalda ya toliddə. Amma propaganda eləyən dövlət o dövlətdir ki, dedim işləri görür, amma çalışır deyə ki, çox iş görür. Da oraya yetişib ki, bir dana mədrəsə düzəldilər, 2 dana kilası var, onu da millət düzəldibdir, xəyyirlər düzəldib, dövlət gəlir iftitah edir öz adına. Dövlət nə edibdir? Dövlət deyibdir ki, ağa, mədrəsə düzəltlər, xeyirli insanlar, xeyirsevərlər, onlar ki, gəlin bir mədrəsə düzəldin. Bir nəfər gedib orada bir mədrəsə düzəldir, indi 100 dana, 200 dana, 500 dana öğrenci orada dərs oxuyacaq. Dövlət gəlir, buna sahib çıxır, reklam edir. Ağa, bu günləri dövlət həftəsidir, biz 5 dana mədrəsə qoyduq. Da demir ki, bunu biz düzəltməmişik, dövlət düzəldibdir. Millət düzəldibdir. Ya bir belə zindandan azad oldu. Demir ki, bunu biz dövlət eləməyibdir. Bunu millət gəliblər, pul qoyublar. Bunların, qısasların, cürmüləri, zıtlarını alıblar, azad ediblər. Buna deyirlər propaganda. Biz o xəbərləri ki, propaganda harda olar? Propaganda neçə yerdə olar? Neçə məmləkətdə olar? Diqqət buyurun. O məmləkədir ki, orada azad mətbuat yoxdur. Və jurnalistlər azad deyirlər, səfər eləsinlər, geçsinlər, görsünlər. Görəndən sonra gördüklərini yazsınlar və hər istədiyi sualları sorusunlar. Əgər bu işi görsələr, tutulsalar, bura diktator bir məmləkətdir. Diktator məmləkətdə tüm dövlətin qabağında bir ayrı qüvvə yoxdur ki, dura. Ya ağa, sən yalan deyirsən, icra eləməmisən, ya o pulu ki qərar idi xərclənməyib, ayrı yerdə xərclənib, intixabata xərclənib, təbliğata xərclənib, fulana xərclənibdir, ya mətbuata reklama vermisən. Vaqiyyət budur ki, bu günləri İranda mətbuat reklamla geçinir. Mətbuatda yazılan bir şey müştərini, oxucunu cəlb eləyən deyil, necə kitablar deyil. Tiraj əgər bir yerdə çox olursa və millət pul verirsə, alırsa, yəni ki, burada bir şey var, millət istəyir oxusun. Əgər tiraj əşəğadır və oxunulmur, kitabdır, ya ruznamədir, ya məcəllədir, yəni bu ki, bunda bir şey yoxdur, millətin marağını çəkən bir şey yoxdur ki, oxusun. Bəs onda bunlar nə ilə geçinirlər? Bunlar dövlətdən pul alırlar. Həm kağız alırlar, həm film alırlar, həm zink alırlar, həm pul alırlar reklam adına. Hətta bəzi direkt, yəni dövlətdən büdcə alır, verir, işləyənlərinə pulunu verir. Məsələn, Ceyhan müəssisəsinin 2000-3000 nəfər işləyəni var. 2000-3000 nəfər işləyəni var. Dövlətdən pul alır, büdcəsi var. Əgər bir ruznamənin, məcəllənin, televizyonun, radyonun özü pulun çıxadıb, özünü idarə eləyə bilməzsə, yəni bunun bərnamələri millətin mordi təvəccühü deyil, millət ola baxmırlar, qulaq asmırlar,
ona agəhi də verilmir. Tüm agəhi ya reklam o zaman verilər ki, onların müxatəbi ola. Mən məsələn istəyirəm reklam verən bu xudkarı satam, bir radyodan, bir televizyondan, bir ruznamədən, bir məcəllədən baxaram görürəm onun oxuyanı nə qədərdir. Neçə nəfər ona alır, pul verir, alır. Və onların neçəsi bu xudkarı almaq gücü var. Bu xudkar 10 tüməndir, bəlkə biri alar, amma bəzi xudkarlar var ki 100 min tümən, 200 min tümən qiymətidir. Mən bu reklamı harda verim ki bunun müştərisi olsun, baxaram ora. Neçə nəfəri orada, neçə nəfər baxır ya oxur, nə qədəsi gücü çatar bunu alsın. Mən buna verəcəyəm, məsələn, bunun reklamına verəcəyəm 5 milyon tümən ya 10 milyon tümən gününə, görüm ki ay başı mən burada 200 milyon, 300 milyon pul xərcləyəcəyəm, görüm oradan müştərilər bunu çıxadacaq ya yox. Amma İranda tüm media azadlıq yoxdur. Media hər şey ki istir milləti özünə çəkə və millət ona vaxt qoya, onu eləyə bilmir. Bəs biri budur ki, media azad deyil. İkinci, o yerdə ki, opozisyon yoxdur. Əgər bir dövləti, bir məmləkəti, fərq eləməz bu İran olsun, Azərbaycan olsun, Türkiyə olsun, Ermənistan olsun, Kürdistan olsun, Ərəbistan olsun, hər yer olur olsun, yəni hər yerə İslam qoyursuz qoyun. Amerika olsun, Avropa olsun. Hər yerdəki müxalif opozisyon olmuyor. Yəni dövləti yıxmağa çalışan bir qüdrət olmuyor. Silahla yox ha. Silahla gələndə onlar savaş. Amma siyasi bir rəqib hizb ola, gecə-gündüz çalışa, onu yıxa. Buna deyirlər opozisyon ya müxalif güc. Özdə gərək məclisdə ola bu opozisyon. Opozisyon məclisdə olmasa dövləti yıxa bilməz. Dövləti yıxmaq üçün hizblər gərək məclisdə olarlar. Əgər bir dövlətin müxalif gücü məclisdə deyir və dövləti yıxmaq üçün onu ifşa eləmir, sənin ağay rəis cümhur, nümayəndələr, vəzirlər, muavinlər, müdiri kullar, müdiri kulların muavinləri, rəisi bahlar, rəisi idarələr, rəisi pastaran, rəisi ərteş, sənin hüququn bir belədir. Deyək ki, məsələn, rəis cümhurun ayda hüququ, o cür şey eşitmişik, indi bəlli deyil, deyirlər 10 milyondur ayda. Rəis cümhurun ildə elər 120 milyon hüququ. 4 ildə elər 500 milyon tümən. 500 milyon tümən, əgər əlbəttə 10 min tüməndən, 10 milyondan qoysaq da, hər neçə olsa 12-yə çarpsaq, olar 1 ili, 4'e çarpsaq olar 4 ili, 8'e çarpsaq olar 8 ili. Normalda da İranda rəis cümhurlar 8 illikdirlər. Bunu çarpsaq, bu adamın hüququ gələr. Deyək, bu adam bir rəis cümhurdur. Rəis cümhurluqcanda famili var, dostu var, gələndə xərcləyəcək. Bu nümayəndənin ayda 10 milyon tümən hüququdur. Bunun da 4 ildə elər 5 milyar, 500 milyon, 8 ildə elər 1 milyar tümən gəliri. Bu adamın da yenə famili var, gəlgədi var, xərcdir. Ev alır, gəlir, gedir, benzina, maşına da qoymalıdır bu pulu. İndi bu adam %50'sini xərcləsə, 8 ildən sonra bu adamın %50'sini xərcləsə, %50'sini dalıya qazsa, bancazada qoysa, bu adamın 8 ildən sonra ya nümayəndədir, ya rəis cümhurdur, ya vəzirdir, ya hər kəsdir, dəramədinin, gəlirinin %50'si xərclənib, %50'si qalır. Bu adamın var yoxu gərək bəlli ola. Bu adamın hüququ nə qədər idi, nə qədərdir. İndi ki, əgər bir opozisyon yoxdur, gələ deyək ki, ağay vəzir, sən geçən il inqilabdan bu üzə hamısın ki vəzir olmamısan, hamısın ki nümayəndə məclis olmamısan, hamısın ki rəis idarə olmamısan, muavini vəzir olmamısan, muavini filan kəs olmamısan, idarənin rəis olmamısan, ustandar, fərmandar, bəxşdar, şurayı şəhər, nə bilim, şəhrdar olmamısan ki. Amma qoyaq hamısın olmuşsan, dədən rəhmətdir. 40 il inqilabdan geçir, 40 il sənin hüququnda beləsi gəlib yuxarıya. Ağa, sənin indi dəramədin necə ki adamın 3000 milyard, 5000 milyard, 900 milyard, bəzən 900 da minin bilmirəm var, amma neçə min milyard sən bu pulu hardan gətirmişsən? Bunu ömrümün gününə bölsən, bəzi adamın gününə 1 milyard düşübdür.
Diqqət buyurursunuz. Bir adamın ki, elam eləyib mənim 2 milyard dolar, 2000 milyard dolar, 5000 milyard dolar, 8000 milyard dolar pulum var. 11 milyarda eşitmişik da ki, bir adam deyib ki, əlbəttə bilmirik kimdir. Propagandadan biri budur ki, biz bilmirik ki, o vəzir ki deyibdir, mənim 11 milyard tümən pulum var. Mən istəyirəm vəzir olan, mənim bir belə pulum var. Əvvələn bilmirik, düz deyib ya qələtdir, yalan deyibdir ki, oğurluya bunları. İkinci, bilmirik ki, hardan gətirib bu adam axı. Bu adam nə karı idi? 11 milyardı. Bu adamın ömrü də qoyaq 70 yaşı var. 70 ili çarpın 365 günə 11 milyardı bölün. Bu nəticə hesaba görün gününə neçə gələr adamın. Adam nənədən doğulandan gününə məsələn 10 milyon, 20 milyon tümən gününə pul gəlibdir. Propaganda o yerdə olar ki, orada opozisyon olmaz. Opozisyon iki cürədir. Bir opozisyondur ki, məclisdədir. Bir opozisyondur ki, opozisyonda amma məclisdə deyil. Eşikdədir. Bir hizblər ki, rəy almayıblar millətdən. Alanmayıblar. İttifaqən bu opozisyon ki, eşikdədir, amma hizbidir. Müsəlləh deyil. Terror hizbi deyil. Bu hizb, bu təşkilat, o iki təşkilat iki məclisdədirlər, biri opozisyon, biri şey, dövləti yıxmağa çalışır, onların ikisini də ifşa eləməyə çalışır. Məsələn, indi Türkiyədə, Türkiyəni misal vuraq, çünki İrana yaxındır, ona görə bunu misal vururam. Parlamenda 3-4 dana hizbi var. Bir dana Kürt hizbi var. Bir dana dövlətdə ya hakimiyyətdə olan hizbi var, AK Parti. Bir dana CHP var. Bir dana da MHP var. Bunlar görürsünüz ki, CHP daimən AK Partini yıxmağa çalışır. İndi bir dana da şey düzəlibdir, İyi Parti düzəlib, onu da hələ feylan xanım da elə məclisdədir, bir qeydat nümayəndə də orada məclisdədirlər. Məclisdən bir qeydadı cəzb elədilər, bir hizb düzəltdilər, adını qoydular İyi Parti. İndi bunlar əl-ələ verirlər, onlar ki, opozisyondular, müttəhid olurlar ki, Erdoğanın dövlətini yıxalar. Erdoğanın özünə, oğluna, vəzirlərinə, hətta birdən İranlı ki, oradan, İran dövləti gəlib oradan. O, neydi o oğlan ki, Amerikada tutuldu, gəldi, İranlı, mühakim oldu Amerikada. Hətta müxalif hizbi çalışır deyə ki, Erdoğan sənin dövlətin vaxtında və sənin dövlətinin müdürləri vaxtında bu adam gəlib bahilarda bu işi görübdür, Türkiyə bu problemi yaradıbdır, bəs sən burada şəriksən. Diqqət buyurursunuz. Yəni, o yerdə ki, mətbuatı azad olmasa, əhzab olmasa, İranda hizbi var, 20-dən çox hizbi var. Amma bu hizblərin hamısı hakimiyyətindir. Heç birisi opozisyon deyil. İstir nümayəndə gəlsin, desin ki, rəis cümhur, mənə filan miqdar pul ver, sərmayə, istədiyimi ver da, rəis cümhur nümayəndələr, ya müxalif istir danışsın, gəlir deyir ki, adınızı deyərəm. Biz inqilabdan bu günəcən daimən eşitmişik ki, deməsələr, yəni təhdid edir da, filan işi eləməsələr biz demir də nə işi ha, filan işi eləməsələr biz adını atacaq, nümayəndə də propaganda edir. Nümayəndə istir dövlətdən özünə pul ala, sərvət ala, karxana ala, yer ala, mal ala, nə bilim bir imtiyaz ala, inhisari imtiyaz ala. Dövləti təhdid edir, vəziri təhdid edir. Vəzir də bilir ki, nümayəndənin əlində çox şeylər vardır ki, əgər verməsə, bu nümayəndə istədiğin verməsə, yıxacaq biləsin. Gəlir onu verir. Əmələn İran həm nümayəndələr propaganda elirlər. Çünki vaqəən məsələn Azərbaycan millətinin nümayəndələri, Ərəb millətinin nümayəndələri, Bəluç millətinin nümayəndələri, Türkmən millətinin nümayəndələri, Kürt millətinin nümayəndələri vaqiyyətdə öz məmləkətlərinə, öz torpaqlarına hangi ağacı tikə biliblər.
Əslən bu nümayəndələrin tikmaq gücü yoxdur, dövləti zor altına qoymaq gücü yoxdur. Çünki bərnamə və büdcə adında bir təşkilat vardı ki, onun mərkəzi Tehrandır və o təsmin tutur ki, harda hangi projeni tiksinlər. Nümayəndənin ona dexaləti yoxdur. Nümayəndə orada əgər propaganda edirsə və biz əgər bu propagandanın dalısından xəbər düzəldiriksə, şəxsi mənafi üçün. Bunun üçün nümayəndələrin hamısı dinməzlər. Sakit, laləmlar, karamkar. Hamısı vilayəti mütləqi fəqih, ağay rəis cümhur, ağay vəzir gəlsinlər, təşrif gətirsinlər. Yəni, heç birisi onun başına qışqıra bilmir. Mən dəfələrcə demişəm, xoş o millətin başına ki, parlamenda nümayəndəsi o birisi nümayəndənin ya o birisi dövlətin ağzından yumruğuna vurur. Çünki bəllidir ki, bu adam dövlətlə ləcdir. Dövləti ifşa eləməyə çalışır. Dövləti yıxmağa çalışır. Dövlətin yerinə özü geçsin üstə verdiği siyasətlərə aparsın. Amma özü şəffafdır. Amma bizim Azərbaycanda ya hər yerdə nümayəndəmiz vardı, bunlar şəffaf deyirlər. Yəni biz bilmirik. Bu nümayəndə bilirik ki, borcunla gedib məclisə, amma bilirik ki, çıxanda milyardılar evi var. Yəni milyardılar dolarlıq evləri var. Həm içəridə, İran içində adlanan torpaqlarda, həm xaricidə. Karxanalara şəriklər, şirkətlərə şərik olurlar. Pulları var bahlarda, uşaqlarının pulları var. Biz bilirik ki, bu Kanadada bəzi fərmandarlar, kiçik şəhərlər, məsələn, Xoy şəhərinin fərmandarının oğlu, məsələn, Kanadada nə qədər sərvət gətiribdir? Hardan gətirib bunu? Xoy nümayəndələri ya bilmirlər, bilməsələr də nümayəndə deyirlər, bilsələr də nümayəndə deyirlər. Amma bu propagandadır. Bir jurnalistdir ki, onun zehni inkişaf tapıbdır və istəyir millətin inkişaf və tövsiyə aparsın, vəzifəsi budur. Daimən sorğu-sual eləsin. Sənin gəlirin nə qədər hesab eləsin. Yəni, gərək yaxçı riyazi bilə, yaxçı mühasibat başara, yaxçı eləyə bilə, pərvəndələri çıxada. Bu adam, məsələn, hər vəkilin bir familləri var. Azdan çoxdan düşməni var. Dəftəri var, dəstəyi var, dostu var, düşməni var. O düşmənlərin, dostlarını tapacaqsan, yavaş-yavaş bunların ağzından çıxacaqsan, harda evi var, harda şirkəti var, hangi şirkət arvadının adınadır, gəlinin adınadır, uşağının adınadır, qızının adınadır, familinin adınadır. Bunları çıxacaqsan. Adam gəlir deyir ki, mənim adıma, diqqət buyurun, propagandanın bir burudur. Əhmədinəcad məsələn bunlardandır. Deyir, mənim adıma İranda bir dana bir şey tapsa sizin. Dəli deyir ki, öz adına yazar. Onun gərək kulli sülaləsini axtarasan. Xalasın, dayısın, əmisin, əmoğlanların, dayıoğlanların, yaxınlarını axtarırsan, görəsən kimlərin adına, şərikləri kimləri idi, qabaqsan bunların adına nələr keçibdi. Yəni, gərək görəsən, onlarla ilgiyə olan, yaxından, uzaqdan adamların sirvətləri bu 4 ildə nə qədər aşağı yuxarı gedibdi. Onun üstündən gələsən deyəsən ki, bu adam nə qədər yiyibdi, nə qədər yemibdi. Ola bilər, mən millət vəkili olam, amma 6 ildə buradayım, mənim məsələn hesabıma baxalar, evimə baxalar, görürlər mən həman evdəyəm. Ondan sonra görürlər ki, həman maşını sürürəm, bir pulum da yoxdur bahda, amma uşaqlarımın hesabına baxmırlar. Xanımımın famillərinin hesabına. Öz famillərimin, dədənənəmin, bacı qardaşımın, famillərimin hesablarını kontrol eləməyirlər. Mən rahatca, bilirsiniz, İranda hamı rüşvət yiyir, amma heç kəs rüşvəti müstəqim yemir. Biri istəyir mənə rüşvət versin, gəlir mənə deyirəm ki, məsələn, xala oğlumu gör, əm oğlumu gör, dayı oğlumu gör, filan kəsi gör, gələcək yanıma. Biri gedir yanına, səlam aleyküm, mən filan kəsin dostuyam, bəli. Cəlib budur, heç jurnalist bu işi görmür. İttifaqən jurnalistinin bir işi budur ki, onu heç kəs tanır niyə? Dura gedə, muamiliyə girə bu cür adamlarına. Al verə girə, rişvət verə. Rişvəti danışa, zəbt eləyə, gələ yaza. Mən özüm şəxsən Vizarət-i Keşvərin üstündə bir dana belə bir iş gördüm Tehranda. Ruznamə-i Salamda çap oldu və ilbaşı da bunun caizəsini aldım mətbuat İranda. Birinci oldum. Mən 3 il birinci ya birincinə dav tələb olmuşam. Yəni özləri qoyublar o cəşvarə mərkəzləri. Amma sonra caizəni mənə vermirlər, çünki mən opozisyonu dövlətəm. Dövlət idim və indiyəm.
Biri elə buyurdu. Mən Vizarət-i Keşverin divarının həzinələri haqqında həyətin dövrəsinə, Fatimidə bir Vizarət-i Keşver var Tehranda, onun dövrəsinə bir divar tikirdilər. O divarın xərcinin, onun içində olan təchizatın üstündə bir təhqiq apardım, getdim vəzirin də müavini ilə danışdım, məcbur oldu, istefa verdi. Yəni, əgər yadımda olsa, 3 nəfər vəzirin müavinləri o zaman istefaya məcbur oldular. Bir dana bu müsahibə ilə. Tosəədə xəbərnigarın gərək özünün fikri tosəyə ola, fəsadları tapmaq üçün, pulları tapmaq üçün, rişvətləri tapmaq üçün gərək gidə bunların içinə. Rişvət verməğa gələ sabit edir ki, mən rişvət verirdim filan yerə. Məsələn, dadgahlar, müdürlər, bahlar. Bancı pul almasa səndən, istəyirsən bir 100 milyon, 200 milyon, 500 milyon, 1 milyard mən pul alasan, bir iş başlayasan. Sən gərək o bancın rəisinin, sibillərin yağlayasan, bığların yağlayasan. Onun bığın yağlamasan, nizaltı verməsən, verməyəcək o pulu. Ya o adam qarşınasçı gələcəkdir. İndi biz bunları tapıb yazsaq, bu məmləkət inkişaf olar. Fikir edin ki, bu günlərə Azərbaycanda 300 dana, Güney Azərbaycanda 300-dən yuxarı mətbuat çap olur. %90'ı bu mətbuatın %99 sözləri ki bu %90 sözləri ki bu mətbuatda yazılır, nəşriyyatda yazılır. Farscadır. %10'undan azı Türkçədir. Amma bu 300 dana ya 330 dana mətbuaya hərəsi bir nəfəri ifşa edir. Hərəsi bir nümayəndəni, hərəsi bir muavini, bir ustandarı, bir fərmandarı, bir bəxşidarı, bir idarənin rəisin, muavinin, bancın rəisinin, muavinin, nə bilim filan gedə ifşa edir. Hətta müəllimləri. İl başına görün bu Azərbaycanda nə qədər insanlar qorxudan daha getməzlər onun arxasına. Nə qədər bəlli olar ki, büdcələr harada yeyilir? Niyə Azərbaycana büdcə gəlmir? Niyə Azərbaycana maliyyat vergi çox alınır? Görürsünüz, propaganda nədir? Propagandanın qarşısında duran qazetəçilik nədir? Qazetəçilik əslində bir növ casusluqdur. Casusluq bundan ötürüdür ki, bir məmləkətin, casusluqla casusluğun fərqi buradadır. Casusluq ki, dövlətlər elirlər, normalda casusluq bundan ötürüdür ki, hər yerdə, birinci dünyada, ikinci dünyada, üçüncü dünyada casuslar bundan ötürüdür. Çox da müqəddəs adamdılar bunlar. Bunlara gərək baş əyəsiz, baş əyaq. Özümüz də dövlət qurandan sonra casusumuz olacaqdır. Bəlkə mən də gedəm casus olam. Yəni bunun çox böyük xidmətdir. Casusların işi budur ki, girələr idarələrə, adamlara yaxınlaşalar, görələr ki, bu adamlar nə edirlər? Vətən üçün xidmət edirlər, ya xiyanət edirlər. Diqqət buyurun. Casusla casusun fərqini görün ha. O casus ki, gələ görə ki, vətənə nə edirlər? Vətənin iqtisadına nə edirlər? Vətənin əmniyyətinə nə edirlər? Vətənin, millətin, tək-təkinin istəklərinə nə edirlər? Bu casusluq müqəddəsdir. Gəlir deyir ki, mən İranda, əslən Azərbaycanlıyam, amma İran dövlətinin içində yaşıram. Müstəqil deyirəm. Bəli, mən Azərbaycan millətinin casusuyam. Gərək görəm bunun ana dili niyə rəsmi olmur? Kimlər müxalifət edir? Hardan müxalifət edir? Bu müxalifətin büdcəsi hardan gəlir? Hardan gedir? Kimlər bunların arxasındadır? Bunların teorik başı kimdir? Mali başı kimdir? Siyasi başı kimdir? İdari başları kimdir? Azərbaycana büdcə niyə gəlmir? Hansı nümayəndələr, niyə inirlər gəlmir? Bu büdcəni kimlər yazırlar? Nə tür yazırlar? Nəyi yazdılar? Nəyi yazmadılar? Azərbaycanın dalıya qalmaq illətləri, səbəbləri kimlərdir? Baxın, Azərbaycan milləti istəyir tərəqqi eləsin. Bir də insanlar, dedim, dalıya qaldı, saxlandırılmış millətlərin tormuzdular yəni. Əslində, Azərbaycan milləti bir qətardır, bir gəmidir, hərəkətdə məcburdur, gərək hərəkət edir. Çünki əslən bu gəmi, bu millət gərək hərəkət edir. Bu qatar gərək hərəkət edir. Bu kərvan gərək yol gedir.
Amma bir nəfər, 10 nəfər, 100 nəfər bunun motorun xərab edir. Bunun yolun xərab edir. Bunun benzinin xərab edir. Bunun odun xərab edir. Bunun bir dəstgahın xərab edir. Bir piçin xərab edir. Buna benzin lazımdır. Hər nə lazımdır onu götürür. Bunun sürücüsün bağlı. Hər neyinlər. Bunlar hamısı xiyanətkardırlar Azərbaycan. Əgər İdarə İttilaatı Azərbaycan gəlib bunları ifşa eləyə bilmir, hətta məsələn dünyanın çox yerində casuslar, yəni idarə ittilaatlar gələrlər bunları taparlar, xəbərnigarlara yetirərlər, amma xəbərnigar bilməz ki, bu adam casusdur. Gələr bir mütəxəssis kimi bir xəbərnigarı tapar, deyər mən heç kəsə bunu deyəmirəm, sənə deyəcəyəm bu şərtlə ki, bunu heç kəs bilməyə mən sənə demişəm. Cəlib budur ki, hətta bəzən onu idarə ittilaat özü də bilməz. Bu adam gələr, ruznamiyə tamam, məsələn, çeklər lazımdır, şumara hesablar lazımdır, pullar hardan gəlib, hara gedib, harda xərclənib, nə qədər xərclənib, harda sərmayə quzarlıq olubdur, harda karxanası var, gəlinin hesabında nə qədər var, damadının hesabında nə qədər var, oğlunun, qızının, arvadının qardaşlarının, bacılarının, famillərinin, özünün bacı, dayıq, əmilərinin, famillərinin, bunların pullarını çıxadar, verər insana, insan bunları yayar. Wikipedia, əgər Wikipedia deyirəm, o nə idi? Adam qaçdı Rusiyaya getdi. Dünyanın siyasətini vurdu bir-birinə. O idarə ittilaatdan, Amerikanın idarə ittilaatından bu ittilaatı çıxartmışdı. Dünyanı vurdu bir-birinə. Jurnalistlər normalda belə bir rol oynayırlar dünyada. Bu rolu təhcənli oynamazlar. Bunlara opozisyon parti ya məclisdə ya eşikdə gərək olsun. Azad mətbuat, müstəqil məhkəmələr olmalıdır. Əgər müstəqil məhkəmə olmasa, əgər azad hizblər olmasa ki, sabahlar mən bunu ifşa elədim, mənim arxamda dura. Çünki bunu ifşa eləyəndə dövləti yıxmaq istəyirsən. Çünki bu dövlətin zamanında bu xilaflar olubdu. O opozisyon ya o birisi hizblər ki, eşidərlər, səndən himayət edirlər. Güclərin siyasi, iqtisadi, mali, idari güclərin qoyurlar sənin arxava ki, sən zindana getməyəsən, sən edam olmayəsən, sən öldürülməyəsən xiyabanda. Çünki bəzən görürsünüz ki, adamdan maşını, məsələn, bizləri İranda o bir iddə nevisəndələri apardılar, istədilər, bir iddəsini öldürdülər, bilirsiniz də, qətl-i zənciriyə adı ilə. Bir iddəsində mindirdilər, maşını apararlar Ermənistana, istədilər, dağdan sallalar, onlar da qutardılar. Bir iddəsini xiyabanda maşın vurar. Bir iddəsində piçaqlarlar. Bir iddəsində terror elərlər. Bu İranda da var, mütəəssifanə İranda hər yerdən çoxdur. Pəs propaganda o məmləkətdə olar ki, diktatorluq ola, müstəqil dadgah olmaya, müstəqil mətbuat olmaya, müstəqil hizblər olmaya. Ki, dövlətin qabağında dayanırlar, dövləti yıxalar. Dövləti yıxmaq üçün bahana axtarırlar. Onun üçün şəffafiyyət ki danışırlar, yəni mali şəffafiyyət, ya siyasi şəffafiyyət, ya idari şəffafiyyət bunlar yoxdur bu məmləkətlərdə. İran 180-ci məmləkətimizin 179-cudur. Çünki bəlli deyil bu adamın hüququ nə qədərdir? Amma bu rəis cumhurun əlində, bu idarənin əlində pul vardı ki, yeri bəlli deyil harada xərcləyəcək. Milyardılar hər idarədə adamın əlində pul var, milyardılar. Büdcədə yazılmayıb bu harada xərcləyəcək. Bu pul adamın əlində nə gelir? Hər yerə işləsə göylü xərcləyirlər. Niyə? Niyə? Əgər bir yerin büdcəsi yoxdur, niyə verirsiniz bu adama? Bu adamın əlində pul niyə gelir? Nə gelir? Həm də bu idarələr boşdurlar. Tamam, bəxşi xüsusiyə. Saxtıman veriblər, kişilərə pulun verməyiblər. Büdcəsi bəlli deyil hara gedibdir. Bəxşi xüsusi biri alman bu saxtıman demişə mənə pulun ver. Pulun vermir. Yolu təhmişəm pulun vermir. Körpünü təhmişəm pulun vermir. Burada bəlli bir fəsad var. Haşimi Rəfsanjani dövründə gəldilər, neçə dəfə bizə dedilər, biz də xəbərnigarıq, düşünmürük. Çünki 3-cü dünya və İran jurnalist yox, düşünmək burada qədəğandır.
Gəlirdi deyir ki, biz bu şeydə bərnamə töhmüşdük, büdcə təsvib eləmişdik ki, məsələn, proje, sədsazi projesi bir belə getsin qabağa. İlin axirində elan edirik ki, biz %60 büdcədən və bərnamədən qabağıq. Bəllidir ki, bərnamə yoxmuş. Necə ki, sən büdcə töhmüsən bir illik, bəllidir hər gündə nə addımlar götürəcəksən. Amma ilin başı gəlirsən, deyirsən, ağa, mən bərnaməni töhmüşdüm, ondan qabağam. Yəni ki, bərnaməni qələt töhmüşsən, ya %60 az töhmüşdün. Bu da propagandanın bir tərəfi daha. Onun üçün dünyada reklam nədir? İndi buradan propagandaya danışdıq, 51 dəqiqədir propagandaya danışıram. Reklam nədir? Reklam bu da bir şirkət, ya bir fərd, ya bir təşkilat, ya bir dövlət dəraməd qazanmaq üçün, gəlir əldə etmək üçün, insanlara özlərini tanıtmaq üçün. Məni tanıyın. Mənim cinsim yaxçıdır, malım yaxçıdır, özüm yaxçıyam, təahhüdüm vardır, garanti verirəm, falan verirəm. Buna bir yazılı ya film düzəlmiş bir mətni verərlər, radioya, televizyona, ya şeyə. Ya əgər bu film olsa televizyondan yayılar, səs olsa radiodan yayılar, ərz edeyim xidmətinizə, yazı olsa mətbuatda çapılır. Burada hədəf budur ki, etimadı qazansınlar. O yazı verən, reklam verən, istir millətə desin ki, ağa, mən düz işləyən adamam, cinsim düz cinsidir, hər nə qol verirəm burada doğrudur və garantisi vardır. Garantisi yəni nə mənə? Məsələn, Amerikada, Kanadada, Avropada bu cürdür. Mən bu kotu almışam, budur bu tablo. Dostlar bilirlər, mən bunu 4 ay bundan qabağa almışdım. Həm də bunun fişini itirmişdim. Yəni o pul iki vermişdim, kağız almışdım qabağında ki, buna hangi tarixdə nə qədər pul vermişim, onu itirmişdim. 4 ay sonra İsrağacan bunu apardım. Dedim, ağa, bu silinmir. Mən də bunu 3 ay bundan, 4 ay bundan qabaq almışam. Baxdılar, dedilər, ağa, sən nə ilə bunu almışsan? Dedim, kredi kartına. Baxdı, dedi, kredi kartının şumarəsi burada yoxdur. Dedim, mən buradan almışam. Adam mənə etimad eləməlidir. Çünki mən gəldi deyirəm ki, orada deyəm, mən bunu səndən almışam ki. Orada da bu cinsidən var. Yalan da desəm, o məcburdur mənə etimad edir. Çünki onun bir adı var. O adın gərək qoruya. Gəldi, mənimkin aldı, bunu verdi. Buyurun, aparın. Amma buna rəsid vermirəm. Çünki sənin rəsidin yoxdur mənə verəsən, mən də buna rəsid vermirəm. Bəli, bir dənə tazasını verirəm, apar. Buna deyirlər garanti. Hətta kompüterləri, telefonu 3 ay, 5 ay garantisi var. Garanti yəni bu ki, aparıram deyirəm, rəngindən xoşum gəlmədi. Göytərirəm. Bir də təmirat garantisi var. Bunu 1 il, 2 il, 5 illik garanti alıram, pul verirəm, garanti alıram. Əgər xərab olsa, özləri gələcəklər, məsələn, bunu dəyişəcəklər. Məsələn, fərz buyurun ki, biz bir televizyon aldıq dostların birinə, bir əziz dostuma, ona 4 il garanti aldıq. Garantisi nədir? 4 ildə əgər onun içində biz su töhməsək və onu salıb sındırmasaq, hər nə bunun başına gəlsə, biz onu təmir eləməyəcəklər. Gəlib o televizyonu aparacaqlar, taza bir televizyon verəcəklər. Şirkətlər reklamı verərlər, desinlər ki, bizə etimad edin. Əgər bunda bu telefon partlasa sizin əlinizdə, biz o xəsarət sizin canınıza dəyir və işinizə dəyir o müddətdə və bu telefonunuzu cübran edəcək. Garanti yəni bu. Garanti bu ki, maşını verir mənə, deyir, əgər bu maşının tormuzuna ya bir şeyinə bir iştifağı düşər ki, sənin əlində deyildi, bu sənin iradəndən xaric idi, tamam xəsarəti sənə və canıva dəyə və malıva, maşınıva dəyə və özgələrə dəyə, onları mən verəcəm. Bunun üçün görürsünüz ki, Honda geçən il, ya Ford geçən il elan elədi ki, filan maşınlar ki, filan ildən vermişik sənə, mütəəssifanə filan, məsələn, bir dana yağı süzürmüş, ot tuturmuş. Özdə hamısı yox, bir danası ot tutubdu. O maşınların hamısını qeytərin, gətirin, biz onları təmir eləyək, müftə verək özünüzə. Buna deyirlər reklam. Müştərinin etimadını qazanar, müştəri deyər ki, bunu mən gördüm, ya almışam, ya alıblar, bilmişik ki, bu şeydir. Bu reklamlar, jurnalist gərək bu reklamı almasın. Nə də dövlət reklamı. Dövlət
dövlət reklamı oldu, gərəyi var ha bunu. Dövlət reklamına dedik propaganda, onu jurnalist alsa yenə özün satır. Mən əgər dövlətdən geçsəm, desəm, dövlət mənə desə ki, ya şurayı şəhər, ya şəhrdar, ya fərmandar, bəxşdar, ustandar, rəis bank, nə bilim, hər kəs mənə desə ki, ay Hidayət, ya mən gedəm deyəm, bizə bir dənə bizim ruznaməmiz vardı, siz bir dənə agəhi verin də, reklam verin. O deyər 10 milyon verəcəm sənə, bu səfə çap olsun, bir ay, 2 ay, ya hər gün çap olsun, bir belə verəcəm sənə. O da bilir, mən də bilirəm ki, o reklamdan mən %30, %40, %10, hər neçə götürəcəm. Əmələn o bildi ki, mən bundan bu yüzə ona bağlıyam. Mənim istiqlalım yoxdur. Hər vaxt istəyən bir dənə xəbər yazam şəhridarın, üstandarın, nümayəndənin, bankın, idarənin rəisinə ya o idarənin ziddinə bir dənə xəbər yazam, orada işləyən adamlara etisab elər. Bunu yazanmaram. Çünki yazsam da verməyəcək o pulu. Özü də gələr mənə deyər ki, İnsafəli Hidayət gəlmişdi bizdən reklam istədi, vermədik, getdi bizim ziddimizə yazdı, yalan yazır. Necə ki, mən bu quzarışı da yazdım, bu da İranda əvvəl çıxdı. Haşimi Rəfsəncani elan elədi ki, İran-Əraq savaşının yeri Əl-Əhvaz iqlimi Zəng dövrəsində dağılmışdı, xaraba qalmışdı. Onları düzəltmişik, qutarıbdı da bundan bu yüzə orada düzəltmə işi qutardı, dayandırılacaqdı. Mən bir gazetçi olaraq getdim ora, orada 3 gün, 4 gün qaldım, yüzlər əks saldım, əks çəkdim. Ondan sonra gəldim, təyyarada məsmum elədilər ki, gəlib bu quzarışı yaza bilməyən. Yüzlər adamla danışdım, nəzərsəncə elədim, yazdım orada işləyənlərlə. Getdim evlərinə, çaylarını içdim, çörəklərini yedim, oturdum, danışdım, işlərinə, siyasi, ictimai, hər şeylərini danışdım, əkinçi ilə filanla, o savaş alanında. Gəldim, 3 həftədə xəstəxanada qaldım, evimizdə yatdım, əlbəttə xəstəxanaya getmədim, davalarımı aldım, getdim, evdə qaldım, amma bu raporu yazdım, bu quzarışı yazdım. Bu quzarış gəldi, çap oldu. 3-cü nömrədən Haşimi Rəfsəncani'nin dövləti, Haşimi Rəfsəncani'nin orada deyirlər Riyasət-i Cumhuri, Başbakanlıq idarəsi mənlə müqabiliyə durdular. 3 ay onlar yazdılar, mən yazdım. 3 ay onlar yazdılar, mən yazdım. Mən ifşa elədim, əks qoydum, yazı qoydum, adamların sözünü gətirdim. Axır onlar məni müttəhəm elədilər ki, İnsafəli Hidayət gəlib bizdən reklam istəyibdi. Biz reklam verməmişik, ona görə bizi qərəlir. Və bundan sonra mənə də ruznamədən dedilər, Səlam ruznaməsi, dedim ki, mən əgər mənim əksimi aparın, 3 nəfərlə bahəm bu qazetdə işləyənin, ruznamədə işləyənin əksini aparın. Əgər onlar tanısalar, düz deyirlər. Məni tanımasalar, düz demirlər. Çünki məni əgər tanısalar, mən əslən bunu fikr eləmədim ki, mənim əksim hər yerdə var, o adamı apararlar, deyərlər, bu İnsafəli Hidayət, əksini gətirsinlər, deyirlər, bu İnsafəli Hidayət. Amma bu mənim sədaqətimi göstərirdi. Getdim və sonra eşitdim ki, o zaman Əli Xameneyinin dəsturu ilə bir komisyon düzəlibdi. 13 nəfərdən ya 11 nəfərdən ibarət. İndi çoxdandır 29-30 ilin sözüdür, ona görə yadıma gəlmir. 28 ilin sözüdür. Və orada tamami sənədlərin üzü ilə özləri də gediblər, görüblər güya savaş alanın və məsələn 6-5-ə mənə tərəf çıxıblar, mən o cürluqla edamdan qutardım. Jurnalist, müstəqil jurnalist beləsi olacaqdır. Əgər propagandadan pul ala, ya gedər reklam ala, o şirkətlərin ziddinə heç zat yazanmaz, o bankın ziddinə heç zat yazanmaz. Yəni xəbər orada etisab elərlər, xaricilər, işçilər işdən əl çəkərlər, haqlarını istərlər, bu jurnalist yaza bilməz. Azərbaycan mətbuatına baxın. Azərbaycanda tamami karxanalarda etisab var. Karxanalar yatıblar, işləmirlər. Azərbaycan mətbuatında siz Güney Azərbaycan mətbuatında bunların xəbərini görməsiniz. Niyə? Çünki mətbuatın hamısı karxanalara bağlıdır. Hamısı şirkətlərə bağlıdır. Hamısı bank şöbələrinə bağlıdır. Hamısı amzuş pərvərişə, nə bilim, şəhrdariyə, fərmandariyə, ustandariyə, o idarəyə, bu idarəyə, keşavərziyə, əkinçiyə, ora, bura, bimaristana falana bağlıdır. İnsanlar vəbayı şəbh eltor tutmuşdular.
25.000 nəfər xəstəxanaya getmişdi Təbrizdə. Təbriz mətbuatının biri yazmamışdı ki, burada insanlar vəba tutublar, ölürlər. Niyə? Çünki özlərini satıblar qabaqdan. AGH alıblar. Jurnalist AGH almaz. Ajqalar AGH almaz. Propagandaya girməz. Mən gəldim Tehrandan, getdim, girdim, suyu axtardım, çıxartdım. Bəlli oldu ki, nə qədər adam nəcr olubdu. Azərbaycanda da getdim. Məhd Azadi Ruznaməsi arşivizdə mən baxım görüm nə vardı. Rəis Ruznamə mənə dedi ki, bu işlərdən çəkil kənara. Sən Tehrandan gəlmirsən, Təbrizi tanımırsan. Sən burada elə olarsan, belə olarsan, filan olarsan. Getdik, yazdıq, nə elə olduq, nə də belə olduq. Təbrizin Ruznamələrinin üzü qara çıxdı. Azərbaycanda neçə gün bundan qabaq 4000 dana danışçı 2 günün içində imza yazdılar ki, biz ana dilimizin rəsmi olmağını istiyoruz danışqahdan. Tədris olmasını istiyoruz. Azərbaycan mətbuatı sap eləmədi. İran mətbuatı sap eləmədi. Çünki danışqah onlara reklam verir. Reklamı kəsər, onların pulları kəsilir. Onlar jurnalist deyirlər. Diqqət buyurun, jurnalist pul üçün yazar. Amma o pulu şirkətdən almaz. O pulu ruznaməsindən alır. Xəbəri tapar, ruznaməsi tap eləməz, bir ayrı ruznaməyə verər. Pəs o yerlərdə ki, propaganda çox dərindir, o yerlərdə ki, mətbuat müstəqil deyirlər, o yerdə ki, agəhi ya reklam alınır, orada bir müşkül vardı, orada توسعه üz verməz, orada inkişaf üz verməz, orada jurnalist inkişaf elətdirə bilməz cəmiəni. O jurnalist eləyə bilər inkişaf aparsın cəmiəni ki, cəmiədə fəsada qoşulmur. Fəsada qoşulur. Bəzən görürsən, bəzi idarələr adamları qonaq çağırırlar, nahar verirlər, şam verirlər. Dolanmağa aparırlar. Bunlar həman şeydir, həman o puldur. Mən də almışam. Mən də bəzi idarələr falanlar kado verərdi, biz də alardıq. Amma mən uşaqlara deyərdim ki, uşaqlar, bunu alırıq ki, zidlərinə yazaq. Niyə? Çünki bu pul bunların deyil. Bu pul millətin puludur. Mən millətimdən pulu alıram, bunu millətimin pulu olaraq qəbul edirəm, amma bu adamı ifşa eləmək mənim vəzifəmdir. Bu adam bu günləri 50 nəfərə hərəsinə 100 min tümənlik, 200 min tümənlik, yarım milyonluq kado verdi. Bu pulu hardan gətiribdi? Niyə xəşdir burada? Jurnalistin hüququ ondan gəlmir. O niyə gərək bu jurnalistə kado versin? İsti jurnalisti ala, mənim ziddimə hesab yazmayın. Pəs, dostlar, indi bir dana da misal, bir-iki dana misal verəcəm sonki bərnamədə, amma indi bir dana misal verəm. Əgər bir dana biz adamın adının, şöhrətinin, mövqeyiyyət işinin üstündə çox işləyirik, o reklam olur. Biz onu reklam eləmirik. Ya da onun propagandasını şüməhlət edirik. Bu standart yaxçı standartdır. Bu nümayəndə çox yaxçı nümayəndə. Bunu propaganda edirik. Biz bunu propaganda eləməyəcəyik və şeylə girməyəcəyik. Azərbaycan mətbuatı əgər istəyəcək din millətinə çalışır, gərək propagandadan uzaqdır. İndi burada məndən soruşa bilərsiniz ki, İnsaf Əli, bəs biz dövlət qurmamışıq, nə federalist şəklində, nə müstəqil şəklində. Amma bir də insanlar federalizmdən danışırlar, bir də insanlar istiqlaldan danışırlar, onların mənfəətindən danışırlar falan. Təbiətən biz həm özümüz arzu qurarıq, həm hizbilər arzu qurarlar, həm ayrı adamlar arzu qurarlar. Biz o zaman ki, millətimiz inanırıq müstəmirədədir, onların öncülləri, onların ziyalıları, onların düşüncə adamları ki, qabaqda gedirlər, onlar bilirik ki, mənfəəti şəxsi istəmədikləri üçün onların fikirləri danışsa gedə bilir. Çünki bunlar heç iş üstündə deyirlər, heç pul almırlar bunun qabağından, heç bir propaganda yaratmırlar özləri üçün. Məsələn, fikir eləyin ki, filan dostumuz Azərbaycanlı bir milli fəal bir dənə fikri ortaya atıbdır. Bu fikirdən ona hangi pul gələcək? Hangi mövqeyiyyət idarədədir bu adam? Yox, bu adam istəyir dübarə orada rəis olsun.
Fərqi reklam ya agəhi təbliğatı və propaganda hardan bəlli olur? Buradan bəlli olur. O yerdə ki bir mənafe, bir təşkilat, bir sazman, bir dövlət, bir fərd ya bir şirkət ya bir karxana ya bir idarə ya bir fərd təmin olur və bu adam indisində ya gələcəyində bundan fayda götürəcək, buna deyilən təbliğat. Ya reklam, ya propaganda. Əgər bir nümayəndə, indi onu biz tərif eləməklə gələn seri nümayəndə çıxacaqdı, buna deyirik təbliğat, reklam və propaganda. Əgər bir ustandar, bir fərmandar, bir bəxşkar, dedim, onlar iş üstədir, onların mövqeyiyyəti olur. Rəisi bahitdir, rəisi idarədir, rəisi amuzluq pərvərişdir, nə bilim, bir dana şöbənin rəisidir, dadgahın rəisidir, qazidir, filandır. Bunlar işləri üstündə qalacaqlar. Bunun üçün biz gərək bunları yadımızda saxlayaq ki, bunlar şeydirlər, bunlar idari postların, məqamların saxlamaq üçün ya onu yaxçı eləmək üçün biz onları tərif eləməməliyik. Beləliklə biz icazə buyursaz birinci bölümü qutaraq, reklam bölümün və propaganda bölümün qalsın gələnki proqramda tövsiyənin o birisi qismətlərin danışaraq da yavaş-yavaş görürük nə olur. 1-2 dəqiqə ara verək, ondan sonra xidmətinizə gələcəyəm 2-3 dənə xəbərlə. Sağ olun, görüşmək üzrə.